2-dən zərbədə vaxt yoxdur. Yaxşı, bəs siz maddi gün bərpa edici və reaksiya edici hərəkətlər fiziki tərbiyə dərsinin hansı hissəsində istifadə olunur? Tamamlayıcı. Qəşəng tamamlayıcı isə şagird fəaliyyəti nələrdir? Orqanizmin bərpasına çalışır. Qəşəng. Dəstək yarışacaq qruplar, komandalar müəyyən edir. Kim dərsin hansı hissəsində? Müəllim əsası. Əsas isə şagird fəaliyyəti nələrdir? Hərəkəti nümayiş etdirir, hərəkət qabiliyyət. Yox, nümayiş Oyalar etdirir. estafetlər rejimində Yerinə yetirir. Aha, yaxşı. Bəs bizə sual düşsə ki, müəllim birgə hərəkət fəaliyyəti inteqrasiya olma fiziki tərbiyənin hansı formasına aiddir? Ay dedən nə var? Səsin niyə xo verdi? Çıxart. 3 manatlıq naşdıq işlərində heyl olur da müəllim. Hə, sonra gəl müəllim yenə səssiz yexo verir Allah haqqı. Çıxartdım. Qoy künc qövsün radiusu nə qədərdir? 1 metr. Qəşəng. Futsalda künc qövsün radiusu nə qədərdir? Bunu biləsən. 0'dan %25. Ay, sol. Futsalda bütün hallarda birbaşa qol qeydə alınır. Futsalda yox. Hansı hallarda Qapıdan alınır? sərbəst, yan xətt, mübahisəli Aha. topdan qeydə alınmır. Qəşəng. Yaxşı, futbol idman oyununda yan xəttdə top bilərəkdən qapıçısına ötürürlərsə və qapıçı o topa əli ilə, qolu ilə nəzarət eləyərsə, oyun hansı zərbə ilə bərpa olunur? Sərbəst. Qəşəng, sərbəst zərbə iləndir. Sərbəst zərbədən birbaşa qol var? Xeyr. Yoxdur. İkinci məzun xəttinin şagird fəaliyyəti nədir? İcra edir. Qəşəng, ikinci icra edirdi. Yaxşı, hər hansısa bir hərəkət, yox belə deyək də, hər hansısa oyun, kombinləşmiş estafetləri oyunlar, oyun rejimində yerinə yetirir. Hə, əsas hissədə. Aha, əsas hissədə olurdu. İkinci məzun xətti olurdu. Bəli. Yaxşı, çeviklik hərəkət qabiliyyətinə aid olan hərəkətləri kombinləşmiş estafetlər formasında yerinə yetirir. Qəşəng. Orada çeviklik var da müəllim, o niyə heyl oldu? Çeviklik qabiliyyəti nümayiş etdirmir ki, hərəkət Ay, sonra yerinə yetirirdi. Qəşəng, maşallah olsun sizə. Hə, sonra gəldik nəyə? Dördüncü məzun xətti şagird fəaliyyəti nədir müəllimə? Oyun qaydalarına Aha, oyun qaydalarına əməl edir. Cəsarət və qətiyyət neçənci məzun xəttini reallaşdırır? 3-cü. Aha, 3-cü məzun xətti. Niyə müəllimə? Çeviklik qabiliyyətinə aiddir. Yox, cəsarət və qətiyyət məzun xətti deyirəm, müəllim. Demirəm amma. 4-cü məzun. Bəli, 4-cü məzun xəttidir. Yaxşı, şagird öz hərəkət fəaliyyəti zamanı ünsiyyət qura bilmirsə, qiymət neçədir, səviyyə neçə? Ünsiyyət qura bilmir. Qiymət 2, səviyyə 1. Qəşəng, qiyməti 2-dir, səviyyəsi 1-dir. Bal neçə verirsiniz həmən şagirdə? Bal olaraq 30 bala qədər vermək olar da. Aha, bal olaraq bəli 30 bala qədər. Yerindən uzunluq atılama diaqnostikdir, BSG-dir yoxsa KSG-dir? DSG, BSG. Qəşəng, DSG, BSG.